Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Sizə martın 8-nə olan hava proqnozunu təqdim edirik. Görək sabah həftənin şənbə günü ölkəmizdə hava necə keçəcək? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti müşahidə olunacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə də isti, gündüz 10-15 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, hava məlumatını təqdim etdik. Yeri gəlmişkən sabah 8 mart Beynəlxalq Qadınlar Günüdür. Bütün xanımların bayramı mübarək olsun. Görüşənədək.